O, Henry, yalançı parıltı. Mr. Tauris Chandler otağında bayrılıq kostyumunu ütüləyirdi. Ütünün biri qızmaq üçün qaz piltəsinin üstünə qoyulmuşdu. O birini isə səylə irəli geri itələyərək istədiyi qatı almağa çalışırdı. Birazdan onun laklı çəkmələrindən ta jiletinin ensiz yarığının uclarına dək ox kimi necə dümdüz uzandığını görmək olacaqdı. Bizim qəhrəmanın geyimi barədə söylədiklərimiz elə bunlardan ibarətdir. Qalanlarını isə qoy alicənab, səfalətin rəzil kələkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz Mr. Chandleri ucuz mebelli otaqların pilləkənləri ilə endiyi zaman yenidən görəcəyik. Səliqəli geyinmiş, özündən razı, yaraşıqlı, zahiri görünüşcə səciyyəvi Nyu-Yorklu klub adamı bir qədər darıxdırıcı görkəmi ilə axşam həzlərinin dalınca qaçan əyyaş. Chandler həftəyə $18 alırdı. O, bir memarın kontorunda işləyirdi. 22 yaşı vardı. Arxitekturanı əsl incəsənət hesab edir və səmimi qəlbdən inanırdı ki, ütü göydələn öz memarlıq üslubu ilə Milan kilsəsindən geri qalır. Chandler hər həftə əmək haqqısından $1 qırağa qoyurdu. Hər 10-cu həftənin axırı bu üsulla topladığı kapitalla Simic zaman atanın dükanında bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi. Özünü milyonerlərə, prezidentlərə xas regaliyalarla bəzəyər, şəhərin reklam və vitrinlərinin daha gür işıq saçdığı hissəsinə gedər, ləzzət və təmtəraqla nahar edərdi. Cibindəki $10 hesabına bir neçə saat varlı avara rolunu məharətlə oynamaq mümkün idi. Bu məbləğ yaxşı nahara, münasib etiketli bir şüşə çaxıra, çay puluna, siqara, faytona və s. kifayət edirdi. 70 cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşə verici axşam vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi. Qızların yeni həyata ilk addımı yalnız bir dəfə olur. Saçları ağaran zaman isə o yaddaşlarından təkrarlanmaz bir hadisə kimi silinib gedir. Chandler də hər 10 həftədən bir bu axşamdan ilk dəfə olduğu kimi böyük həzz alırdı. Palma ağaclarının altından keyf əhlinin əhatəsində oturub bu cənnətin sakinlərini seyr etmək və onların baxışlarını öz üzərində hiss etmək, ilk vals və gənc debutant qızın qat-qat paltarı bütün bunlarla müqayisə oluna bilərdimi? Chandler Broadway boyu səyyar ziyafət paltarlarının paltar sərgisinin tam hüquqlu iştirakçısı kimi addımlayırdı. Bu axşam o təkcə tamaşaçı yox, həm də eksponat idi. Növbəti 69 günü o köhnə kostyum geyinib, təsadüf barların piştaxtası arxasında şübhə doğuran ümumi süfrə yeməkləri ilə, öz otağında isə buterbrotlarla və pivə ilə qidalanacaqdı. Lakin bu, onu təşvişə salmırdı. Axı o, nəhəng zahiri parıltı şəhərinin əsl oğlu idi və Broadway fənərlərinin işıqlandırdığı bir axşam onun qüssə içində keçirdiyi çoxsaylı axşamların yerini doldururdu. O elə hey addımlayırdı. Budur, artıq 40-cı küçələr həz yolunun işıqları ilə kəsişməyə başladı. Hələ tez idi, amma insan yüksək cəmiyyətlə 70 gün ərzində cəmi bir dəfə ünsiyyətə girirsə, o zaman bu ləzzətin ömrünü uzatmaq istəyir. Parlaq, qaşqabaqlı, maraq dolu, məftun, meydan oxuyan, cəzb edici baxışlar ona dikilmişdi. Çünki geyimi və görkəmi onun fərəhli və həzz dolu saatların pərəstişkarı olduğunu ələ verirdi. Tinlərin birində dayanıb düşündü ki, bəlkə artıq geriyə qayıdıb, bədxərc vaxtlarında nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan birinə getməyin vaxtı çatıb. Elə bu an sürətlə tini burulmaq istəyən bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. Chandler gecikmədən və nəzakətlə ona qalxmağa kömək etdi. Qız axsaya-axsaya yaxınlaşıb divara söykəndi və utana-utana Chandlerə minnətdarlığını bildirdi. Deyəsən, ayağımı zədələmişəm, qız dedi. Burxulduğunu hiss etdim. Çox ağrıdır, Chandler soruşdu. Yalnız ayağımı yerə bərk basanda, məncə bir neçə dəqiqədən sonra yeriyə bilərəm. Mən sizə kömək edə bilərəmmi? Gənc oğlan təklif etdi. İstəyirsinizsə fayton çağırım ya da... Təşəkkür edirəm, qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. Düz sözümdür, narahat olmağa dəyməz. Necə oldu axı yıxıldım? Ayaqqabımın dabanları da boş imiş. Heç günahlandırmağa dəyməz. Chandler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin oldu. Qız zərif və qəşəng idi. Şux və mehriban baxışları vardı. Əynindəki qara rəngli sadə donu satıcıların geyindiyi paltara bənzəyirdi.
Yeganə bəzəyi məxmər lent olan ucuz, həsir şlyapasının altından parlaq tünd şabalıdı saçları görünürdü. Ona baxmaqla əsl zəhmətkeş qızın yaxşı bir portretini çəkmək olardı. Birdən gənc memarın ağlına yeni bir fikir gəldi. O qızı nahara dəvət edəcək. Onun təmtəraqlı lakin tənha ziyafətində məhz bu çatışmırdı. Qısa müddətli gözəl məclisini qadınla birlikdə keçirə bilsə, bunun ləzzəti 2 qat artıq olardı. O qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi. Danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc hiss edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. Bu fikirlər ağlına batdığı üçün o qəti qərar qəbul etdi. Bəlkə də o ədəb qaydalarını pozdu. Amma öz zəhməti hesabına yaşayan qızlar belə vəziyyətlərdə nadir hallarda rəsmiyyətə üstünlük verirlər. Adətən onlar kişiləri əla tanıyır və heç nəyə yaramayan şərtiliyə əməl etmək əvəzinə öz mülahizələrinə üstünlük verirlər. 10 dolları ağıllı başlı xərcləyə bilsə, ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl bir hadisə olduğunu təsəvvür etmək çətin deyildi. Qızın əsl heyranlığı sayəsində onun triumf qələbəsi və aldığı həzz daha şirin olacaqdı. Fikrimcə o ciddi şəkildə dedi. Ayaqlarınızın dincəlməsi üçün hesab etdiyinizdən artıq vaxt tələb olunur. Mən sizə ona kömək etməyin yolunu göstərmək istəyirəm. Eyni zamanda mənə də lütfkarlıq etmiş olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla nahar etməyə hazırlaşırdım. Gedək rahat bir şəraitdə oturaq. Nahar edək, söhbətləşək. Bu müddət ərzində ayağınızın ağrısı azalar və əminəm ki, evə asanlıqla gedib çıxarsınız. Qız Chandlerin xoşagələn və aydın sifətinə ötəri nəzər saldı. Gözləri alışıb yandı və mehribancasına gülümsədi. Amma biz tanış deyilik, belə. Deyəsən yerinə düşmür. Qız tərəddüdlə dilləndi. Burada pis bir şey yoxdur, o sadəlövflüklə dedi. Mən özümü sizə təqdim edərəm, icazənizlə, Mr. Towres Chandler. Sizin üçün mümkün qədər yaxşı keçməsinə çalışacağım nahardan sonra çalışaram ki, sizinlə vidalaşaq ya da sizi evinizə qədər ötürüm, necə münasib görsəniz. Əlbəttə, amma belə paltarda bu şlyapada. Qız Chandlerin qüsursuz kostyumuna nəzər salıb söylədi. Bu vacib deyil, Chandler sevincək dilləndi. Doğrusu siz bu geyimdə, oradakı dəbdəbəli geyimdə olan istənilən qadından daha cazibədar görünürsünüz. Ayağım hələ də ağrıyır. Qız tərəddüdlə addım ataraq etiraf etdi. Görünür, ziyafət təklifinizi qəbul etməli olacağam. Mənə Miss Merian deyə bilərsiniz. Onda getdik, Miss Merian. Gənc memar şuxluqla, lakin nəzakətlə dedi. Sizə uzağa getmək lazım gəlməyəcək. Yaxınlıqda münasib və çox yaxşı bir restoran var. Qoluma girin, bax belə və yavaş-yavaş getdik. Təklikdə nahar etmək darıxdırıcıdır. Sürüşdüyünüzə hətta biraz sevinirəm də. Onları yaxşı bəzənmiş masanın arxasında əyləşdirən ofisant qarşılarında sual verirmiş kimi dayandığı vaxt Chandler hər dəfə kübar həyata çıxarkən keçirdiyi məmnunluq hissini təkrarən yaşadı. Bu restoran onun Broadwaydən bir qədər kənarda bəyənib seçdiyi restoran kimi dəbdəbəli deyildi, lakin çox az şeydə ondan geri qalırdı. Masa arxasında varlı müştərilər oturmuşdu. Orkestrin ifası yaxşı idi və xoş söhbətə mane olmurdu. Yeməklər və qulluq isə heç bir tənqidə layiq deyildi. Onun yoldaşı sadə paltarına və ucuz şlyapasına baxmayaraq özünü ləyaqətlə aparırdı və bu onun üzünün və əndamının gözəlliyinə xüsusi məlahət verirdi. Onun özünü təmkinli aparmasına baxmayaraq sifəti şux və cazibədar olan Chandlerə baxdığı hiss olunurdu. Qız onun şən və təmiz göy gözlərinə demək olar ki, heyranlıqla baxırdı. Elə bu zaman Towres Chandlerin varlığına Manhattanın ağılsızlığı, mənasızlıq və şöhrətpərəstliyinin azğınlığı, lovğalıq basili, çox ucuz ədəbazlığın yaratdığı taun hakim kəsildi. O Broadwaydədir. Hər tərəfdə parıltı və dəbdəbə, tamaşaçı da nə qədər istəsən. O özünü səhnədə hiss edib, bir günlük komediyada varlı bir kübar avara və ağzının dadını bilən adam rolu oynamaq qərarına gəldi. Kostyumu roluna uyğun gəlirdi və heç bir qoruyucu mələk ona bu rolu oynamağa mane ola bilməzdi. Beləliklə o Miss Meriana klublar və banketlər, golf və at yürüşləri, it damları və kotilyonlar, xarici ölkələrə səyahətlər barədə yalanlar danışmağa başladı. Hətta Larchmont-da yaxtası olduğuna da işarə vurdu.
boşboğazlığının qızda müəyyən təəssürat oyatdığını gördükdə həvəslənib milyonlar barədə yeni yalanlar quraşdırdı və bir neçə soyadı adətən meşanların söyləyərkən ehtiramla köks ötürdüklərini çəkinmədən yada saldı. Bu zaman kəsiyi ona məxsus idi və ondan yaxşı hesab etdiyi nə vardısa qoparmağa çalışırdı. Buna baxmayaraq qızın qəlbinin qızıl güşəsi oğlanın gözünü örtmüş təkəbbür dumanının arasından bir ya iki dəfə bərq vurası oldu. Sizin haqqında danışdığınız həyat tərzi, qız dedi, mənə çox mənasız və dəyərsiz görünür. Doğrudanmı bu geniş dünyada özünüzə elə bir iş tapa bilmirsiniz ki, o sizin üçün maraqlı olsun? İş? O ucadan dedi. Əzizim Miss Merian, təsəvvür etməyə çalışın ki, hər gün nahara çıxarkən geyiminizi dəyişmək, onlarla görüşdə iştirak etmək lazımdır. Maşının sürətini isə uzunqulağın yerişindən azca yüksək etdikdə, tində gözləyən polislər üstünə cumub dərhal səni məntəqəyə aparacaqlar. Yeryüzünün ən işlək adamları elə bizim kimi avaralardır. Nahar mərasimi sona çatdı. Ofisiant səxavətlə mükafatlandırıldı. Onlar restorandan çıxıb tanışdıqları baş tutduğu küçənin tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi. Axsadığı demək olar ki, hiss olunmurdu. Keçirdiyimiz gözəl axşama görə sizə təşəkkür edirəm. Qız səmimi qəlbdən etiraf etdi. Yaxşı, indi isə mən evə qaçmalıyam. Nahar çox xoşuma gəldi, Mr. Chandler. O nəzakətlə gülümsəyib qızın əlini sıxdı və öz klubu və bridge barədə nəsə söylədi. Bir anlıq dayanıb şərq istiqamətində tələsik gedən qıza baxdı. Sonra fayton saxlatdırıb yavaş-yavaş evinə sarı yol aldı. Öz rütubətli otağında bayrılıq kostyumunu qatladı və dincəlmək üçün ona 69 gün vaxt verdi. Sonra oturub fikirləşməyə başladı. Bax, əsl qız buna deyərəm, o ucadan söylədi. Bir tikə çörəyə görə işləməli olsa belə, onun düzgün qız olduğuna başımla and içərəm. Kim bilir, mən bu sarsaq cəfəngiyatı uydurmaqdansa, ona düzünü söyləsəydim, bəlkə də biz... hər şey cəhənnəm olsun. Kostyuma görə məcbur oldum. Zəmanəmizin Manhattanlər qəbiləsinin vigvamlarında doğulub boya başa çatmış yırtıcının mülahizələri bundan ibarət idi. Kavalerindən ayrılan qız tez-tez addımlayaraq düz şərq tərəfə istiqamət götürdü və 2 məhəllə keçdikdən sonra Mammonna və digər köməkçi Allahlar ordusunun əsas magistralı sayılan 5-ci küçəyə çıxışı olan gözəl iri bir malikanənin yanına çatdı. O tələsik evə daxil oldu və gözəl gənc bir qızın dəbdəbəli ev paltarında dayanıb narahat-narahat pəncərədən baxdığı otağa qalxdı. Ah səni dəlibaş, o kiçik bacısını gördüyü zaman ucadan dedi. Sən bu cür hərəkətlərinlə bizi nə vaxta kimi qorxudacaqsan? Artıq 2 saatdır ki, Mary'nin şlyapasında və bu andır paltarda evdən çıxmısan. Ana dəhşətli dərəcədə təşvişə düşüb. O bütün şəhərdə səni axtarmaq üçün Louis-ni maşınla göndərib. Sən yaramaz və səfeh qızsan. O düyməni bastı. Həmin dəqiqə xidmətçi otağa daxil oldu. Mary, anama söylə ki, Miss Merian qayıdıb. Deyinmə bacıcan, Madam Teog ilə qaçdım. Ona deyim ki, çəhrayı rəngli tikmənin yerinə bənövşəysini qoysun. Amma bu paltar və Mary'nin şlyapası işmə yaman yaradı. Hamı məni satıcı kimi qəbul edirdi. Nahar artıq qurtarıb, əzizim, sən gecikmisən. Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim. Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər özümü restorana çatdırdım və özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəbi bu idi. Pəncərənin qarşısında oturan qızlar parlaq işıq saçan fənərlərə və işıqları sayrışan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacısının dizinin üstünə qoyub ona qısılmışdı. Nə vaxtsa ərə gedəcəyik. O xəyala dalmış vəziyyətdə dilləndi. Sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə xalqın fikrini yayındırmağa imkan verməyəcək. İstəyirsən bacıcan deyim, mən necə adamı sevə bilərəm? Hə, söylə boşboğaz, böyük bacı gülümsədi. İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun. O kasıb qızlara şərəf və ehtiramla yanaşsın. Yaraşıqlı və xeyirxah olsun. Sevgini əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun. Buna əhmiyyət vermərəm. Hər şey edərəm ki, ona öz məqsədinə çatmağa köməklik göstərə bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boşu-boşuna keçən avara adamlar əhatə edir. Belə adamı isə mən hətta göy gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə sevə bilmərəm.